Salam əziz riyaziyyat sevərlər. Bu gün sizlərlə həndəsədə maraqlı bir düstur isbat edəcəyik. Deməli, burada alfa, beta, qamma 3 bucağın uyğun bucaqlardır. Daxili bucaqlardır. P yarım perimetr, R isə xarici çəkimi çevirən radiusdur. Necə edəcəyik? Bunun sinusla olanını əvvəlki videolarda isbat etmişik. İzləyə bilərsiniz. Bunu necə isbat edəcəyik? Baxın, kosinus alfa böl 2. Yarım arqument düsturlarına görə nə yazə bilərəm? Bərabərdir. Kök altında. Deməli, 1 plus kosinus alfa böl 2. Kosinus alfanın yerinə nə yazıram? Bərabər yazsam. Deməli, kök altında 1 plus b kvadratı plus c kvadratı minus a kvadratı böl 2b'si bölünsün 2. Ortaq məxrəc etsəm, deməli, ortaq məxrəc ilə bərabər yazıram. Kök altında 4b'si 2b'si plus b kvadratı plus c kvadratı minus a kvadratı. İndi nə edəcəyik? Baxın. Surəti vuruqlara ayıracaq. Bərabərdir. Kök altında. Deməli, b kvadratı plus c kvadratı plus 2b'si nə verir bizə? Bunu verdi elə. B plus c'nin kvadratı minus a kvadratı böl 4b'si. Kvadratlar fərqi kimi açsaq, nə olur? Belə anında b plus c plus a vurulsun b plus c minus a bölünsün 4b'ye. İndi nə edəcəyik? Baxın. Kök altında b plus c plus a'nın yerinə yazıram. 2p yazıram. B plus c minus a'nın yerinə yazıram. B plus c nədir? 2p çıx. A'dır da. O da nə olacaq? Belə olacaq. 2p çıx 2a. Buradan da 2'ni çıxartsam nə alınır? Vur 2, vur p minus a. Bölünsün 4b'ye. Deməli, 2'lər də ixtisar gedir 4-lə. Deməli, qalır nə? Bərabərdir. Kök altında p vurulsun. P minus a bölünsün b'ye. Bunu ayrıca lemma kimi də istifadə edə bilərsiniz. Həm də bu düsturun çıxarışını vermiş olduq. Deməli, əgər biz bunu hər bir bucaq üçün etsək, nə almış oluruq? Alırıq ki, deməli belə. Kosinus beta bölü 2 nə olur? Kosinus beta bölü 2 olur nə? Kök altında p vurulsun. P minus b bölünsün a vursi. Kosinus gamma bölü 2 olur. Kök altında. Bərabərdir kök altında. P vurulsun. P minus c bölünsün a vur b. Bir kökün altında vursa bunları nə alırıq? Alırıq belə. Deməli, kosinus alfa bölü 2 vur kosinus beta böl vur kosinus gamma bölü 2 bərabərdir. Kök altında
Deməli nə alırıq? P vurulsun. P'lərdən üstəndə olacaq P'nin kubu. Vurulsun P minus A. Vur P minus B. Vur P minus C. Aşağıda da nə alınır? Deməli A kvadratı vur B kvadratı vur C kvadratı. O da bərabərdir. Deməli, baxın P kubunu P kvadratı vur P kimi yazsaq, P vurulsun P minus A vur P minus B vur P minus C. Hər an üstünə görə nə verir bizə? S kvadratı verir. Onda surətdən nə çıxır? P vur S çıxır. Məxrəcdən nə çıxır? A vur B vur C çıxır. Aha. Deməli, S bölünsün A plus B, daha sonra A vur B vur C nə verir bizə? 4R verir də. Deməli, S bərabərdir nəyə demişdik? A, B, C böl 4R. Aha, bunu verir deməli. A, B, C-nin yerinə nə yazıram? A, B, C-nin yerinə yazıram. Deməli, P bölünsün 4RS vur. Surətdə də S-imiz var. S-lər də ixtisar gedir. Nə qalır? P bölünsün 4R qalır. Deməli, ispat etdik ki, üçbucaqda yarımbucaqların kosinusunun hasili nəyə bərabərdir? P bölünsün 4R-ə bərabərdir.